5 otaq, 2 mərtəbə, mərtəbə arası kəmər, fundament beton. Sot yarımda arxiv sənədlərində veriblər kupçaya. Yəni kupçası çıxarılıb, kupçalı formada satışı həyata keçiriləcək. Yəni torpağın kupçası ilə verəcək. Alan adam paket kupça eləyir, evi də kupçalaşdırır. İşıq sayğacı var. Suyu artezan suyudur, qaz sayğacı da biz tərəfindən verilir. 5 metr buradan ölçüləcək, zaborun biz tərəfindən çəkiləcək, varatası da qoyulacaq. Yəni zabor da bizdə idi. Belə bir ev, 5 otaqlı ev 48 minə satışa çıxıb, yerdən 7 daş kürsülüdür. Bir daha qeyd edirəm, sayğaclar var. Suyu da quyu suyudur. Padvada da giriş üçün yer qoyulub. Girdi belə dəhlizdir. Bura hörüləcək, sanitar qovşağı nəzərdə tutulub. Eyni qaydada üstü də sanitar qovşağıdır. Burada pilləkan üçün nəzərdə tutulub. Belə formada satılır. Sadəcə qeyd edirəm, birinci mərtəbənin də, ikinci mərtəbənin də bütün pol taxtası veriləcək. Çornikat da gördüyünüz kimi dik vurulubdur. Amma mərtəbələrin hamısının pol taxtası veriləcək. Bura mətbəximizdir, gördüyünüz kimi. Bura bir otağımızdır, qoşa daşla tikilibdir. Bu biri tərəfdə, baxın, bu tərəfdə digər otağımızdır. Bax, burada digər otağımızdır. Demək dostlar, bir otaq, 2 otaq, mətbəx, eyni zamanda da üstdə də 3 otaq, eyni qaydada. Burada sanitar, alt, üst. Pilləkan da buradan nəzərdə tutulub. Satış qiyməti 48 min. Pol taxtalarda alt, üst bütün mərtəbə verilir. Arxiv sənəddir, qaz, işıq, suyu da var. 48 min, tələsin, cekbot deyə bu. Binə qəsəbəsi 190 nömrəli marşrutun son dayanacağı.